Azərbaycan dilinə Ziya Bünyadova və Vasif Məmmədəli və aid olan bir tərcüməni oxuyuram. Quran-Kərimin 78-ci surə olan Nəbə surəsinin 33-cü ayəsi. Tərcüməni verirəm. Deyir, sinələri yenicə qabarmış, dolmuş, tumurcaqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər həm yaşıd qızlar veriləcək cənnətdə. Yəni bunu, amma mənim tərcüməmdə odur ki, və kəvaibən ətrab sözündə nə orada sinə sözü var, nə qız sözü var. Heç bir aidiyyatı yoxdur buna. Orada innə lil muttaqina məfəzə deyir. Müttəqilər üçün qurtuluş vardır. O zaman deyirəm, soruşuram, ərəb dilinin qrammatikasına görə müttəqilərin içində qızlar da varmı, xanımlar da varmı? Var. Varsa qızlara da qızlar mı veriləcək? Yəni bizim cənnət təsəvvürümüz budurmu? Üzr istəyirəm, başqa bir məsələlərə gəlir. Yəni indi deyirsə tərcümə səhvdir. Əlbəttə. Bəs orijinalda nə veriləcək? Orijinalda verilib kəvaibən ətrab. Kəvaibən ətrab nədir? Baxın, ərəb dilində bir ayəni tərcümə edirsə, kontekstdən çıxaranmarıq. Orada gəlir innə lil muttaqina məfəzə hədəyə və anəbə və kəvaibə ətrab və kəsən dihaqə. Gəlir ki, müttəqilər üçün, o yəni təqvalı insanlar üçün deyir. Qurtuluş yeri var, hədəyik, bağlar var, ənayib, üzümlüklər var və kəvaib ətrab qoyuram indi onu qıraq. Sonra deyir bir kasa ilə dolu məsələn içəcəklər var və kəsən dihaqədir. Bəs burada qadını necə çıxartdın? Kəvaibən ətrabən orada əldə edilən həmin o torpaqlardan, üzümlərdən əldə edilən məhsulların bir-birinə oxşar olmasından bəhs olunur. Niyə? Çünki ətrab sözü başqa ayələrdə də keçir. Torpaqdan əldə turab sözü, oradan gələn bir sözdür. Baxın bu tərcümələri biz necə eləyək? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Değerli xalqımız, değerli ölkəmizin əhli, değerli müsəlmanlar, Allahdan istəyir ki, Allah Teala bizə də sizə də Quran-ı Kərimi düzgün başa düşüb əməl etməyi nəsib etsin. Deməli, Elşad Miri Quran-ı Kərimdə iddia eləyir ki, Quran-ı Kərimdə plus 18 ayələr var. Bildirmək istəyir ki, Quran-ı Kərimdə plus 18 ayələr yoxdur. Allah Teala nəyisə bizə deməkdən, izah etməkdən həya etməz. Allah Teala qullarını yaxşı tanıyır. Deməli, adam deyir ki, plus 18 ayələr var. Mən o ayələri ailəmə, qızıma necə oxuyum? Axı ayıbdır. Vasif Məmmədəliyev kimi, Ziya Bünyadov kimi böyük alimlərin etdiyi tərcüməyə deyir ki, düzgün tərcümə deyil. Nəyəkən bu alimlərin dünyada bütün tərcümələrə deyir ki, xətadır, hər birisi xətadır. Çünki hamısı eyni tərcümə eləyib. Hamısı haqqı isabət eləyib. Bu adam ərəb dili bilmədiyinə görə düzgün başa düşmür. Deməli, Nəbə surəsi 78-ci surədə dəyərli xalqımız Allah təala buyurur ki, innəlil muttaqinə məfəzə. Həqiqətən müttəqilər üçün, yəni Allahdan qorxanlar üçün nə var? Nizat yeri var. Hədaiqa və a'nabə. Üzümlüklər və bağlar və ya bağlar və üzümlüklər var. Sonra Allah təala buyurur ki, və kəvaibə ətrabə. Kəvaib, yəni sinəsi yeni dolmuş qızlar. Ətrabə həmyaşıd, yəni həmyaşıd sinəsi yeni dolmuş qızlar var. Elşad Miri ayədə, yəni bu ayədə deyir ki, kəvaib, ətrabə səhv tərcümə olunub, ayıbdır adam qızına, arvadına, yaxınlarına belə ayəni necə oxuya bilər? Allah subhanahu wa ta'ala qullarının həya etməsi üçün heç bir ayə nazil etməyib. Haqqı deməkdən Allah Teala həya etməz. Deməli, burada baxsaz, kəvaib sözü cəmdir. Ətrab sözü də cəmdir. Elşad Miri bu ayənin mənasında deyir ki, yəni yerdən çıxan bitkilər var möminlər üçün cənnətdə. Həmçinin ki, bu ayə Quran-ı Kərimdə başqa yerdə də gəlib və eyni mənada gəlib. Biz sizə göstərəcəyik başqa ayələrdə də bu kəlmələr keçir, lakin Elşad Mirinin dediyi mənada deyil. Elə Vasif Məmmədəliyev və Ziya Bünyadov və dünyada Quran tərcüməçilərinin verdiyi tərcümənin mənasında gəlir. Burada Allah Teala kəvaib sözü işlədir. Kəvaib, kəib sözünün təkidir. Kəib sinəsi yeni dolmuş qız. Kəvaib sinəsi yeni dolmuş qızlara deyilir. Həmçinin ətrab kəlməsi verib Allah Teala burada. Ətrab nə deməkdir? Tirbun sözünün cəmidir. Tirbun həm yaşıd, eyni yaşda olanlar. Ətrab həm yaşıdlar mənasındadır, cəmdədir. İlk olaraq sizə xatırladım ki, dəyərli xalqımız, dəyərli ölkəmizin əhli, hər biriniz əgər ərəb dili bilirsinizsə, özünüz baxıb araşdıra bilərsiniz. Ərəb dili bilmirsinizsə, müasirçilikdir, süni intellektdə yaza bilərsiniz. Lakin hərəkələrə fikir verin. Kəibun, kəvaibun, tirbun, ətrabun. Hərəkələri səhv yazsaz, məna da səhv çıxacaq. Çünki ərəb dili gəlişdir. Hərəkənin dəyişməsi ilə məna dəyişə bilər. Deməli, burada Allah Teala tirbun, deməli, tirbun nədir? Həmyaşıd, ətrabun həmyaşıdlar. Elşad Miri deyir ki, bu ayələrin mənası, yəni yerdən çıxan bitkilər və s. Belə deyil. Necə tərcümə olunubsa, elədir. Yəni, sinəsi yeni dolmuş həmyaşıd qızlar. Digər ayələrdə Allah subhanahu wa ta'ala isə buyurur. Məsələn, Vaqiyə surəsində baxsaz, Allah Teala və hurun ayn deyir, yəni iri, qara gözlü hurilər. Vaqiyə surəsi 17-18-ci ayələrdən 40-cı, 39-cu, 40-cı ayələrə qədər baxa bilərsiniz. Allah Teala hurilərdən danışır, sonra cənnətin içində olan nemətlərdən, möminlərin etdiyi salih əməllərin müqabilində onlara verəcəyi cənnətdən içində olan nemətlərdən danışır və sonra Allah subhanahu wa ta'ala yenə hurilərə toxunur. Allah Teala burada buyurur ki, İnnə ənşə'nəhunə inşəən. Biz onları yeni biçimdə
yaratdığı, yəni huri qadınlardan danışır Allah Taala. Sonra bu ki fəcəalnahunna əbkara. Biz o qadınları bakirələr etdik. Əbkarun kəlməsi bikrun kəlməsinin cəmidir. Bikrun nə deməkdir? Bakirə. Əbkarun bakirələr. Bakirələr kəlməsindən sonra yerdən çıxan bitkilər mənasında bir söz necə gələ bilər dəyərli müsəlmanlar? Bakirələr sözündən sonra Allah Taala buyurur ki, urubən ətrabə. Urubən ətrabə. Allah Taala o bakirə qadınlar üçün deyir ki, ərlərini sevən həm yaşıdlar. Deməli, ətrab kəlməsi burada da nə mənada gəlib? Həm yaşıdlar. Əgər həm yaşıdlar mənasında deyilsə, yerdən çıxan meyvələr, bitkilər mənasındadırsa, onda niyə görə Allah Taala bakirə qadınlar etdik onları deyəndən sonra belə bir şey gətirsin? Deməli, bu mümkün deyil. Elə ətrabə Nəbə surəsi 78-ci surədə olan və kəvaibə ətrabə ayəsindəki ətrab kəlməsidir. Deməli, başqa bir ayədə dəyərli müsəlmanlar, dəyərli xalqımız Sad surəsi 49-52-ci ayələrdə Allah Taala buyurur ki, "Həzə zikrun və innə lil muttaqinə lehusnə məəb." Bu bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir. Sonra Allah Taala buyurur ki, "Cənnəti adnin müfəttəhətən lehumul əbvab." Yəni qapıları açıq ədin cənnətləri onları gözləyir. Yəni qapıları açılmış ədin cənnətləri onları gözləyir. Sonra Allah Taala buyurur ki, "Muttakiina fiha yed'un fiha bifakihatin kesiratin və şarab." Buyurur ki, Allah Taala onlara orada dirsəklənib, yəni onlar orada taxtlara dirsəklənib müxtəlif növ meyvələr və içkilər istəyəcəklər. Bundan sonra Allah Taala buyurur ki, "Və indahum", yəni o möminlərin, o təqvalıların "Və indahum qasiratut tarfi ətrabun." Ətrab və kəvaibə ətrabə. Kəvaibdən sonra gələn ətrabə sözü 3-cü ayədir ki, mən sizə Sad surəsi 49-52-ci ayələrə qədər oxuyuram. Kəvaibə ətrabə ayəsində olan ətrabə kəlməsi eyni ilə burada da gəlib. Allah Taala buyurur ki, onların yanında gözlərini ərindən çəkməyən həmyaşıd zövcələr olacaqdır. Dəyərli müsəlman bacı və qardaşlarımız, deməli 3 yerdə Qurani Kərimdə ətrab kəlməsini sizə dedim və özünüz də baxa bilərsiniz. Hər birisi həmyaşıdlar mənasında gəlir. Eşad Miri ərəb dili bilmir. Ərəb dilində biz ona buraxdığı xətaları hər gün izah etməyə çalışırıq. Allah ona hidayət versin, haqqı ona göstərsin. Allah Taala bizi azmaqdan və azdırmaqdan qorusun.